Boşanmanın ən real səbəbi ünsiyyətin pozulmasıdır. İnsanlar danışdıqlarını zənn edirlər, amma əslində yalnız gündəlik texniki məsələləri müzakirə edirlər. Duyğular, narahatlıqlar, incimələr dilə gətirilmir. Problemlər yığılır, amma dava çıxmasın deyə üstü örtülür. Qarşısını almaq üçün münasibətdə müntəzəm açıq söhbət olmalıdır. Hər iki tərəf sakit şəkildə nə hiss etdiyini deməyi bacarmalıdır. Problem yaranan an danışılmalıdır, illərlə saxlanılmamalıdır. Bəzən valideynlərin vaxtı ilə özləri gördüyü çətinliyi evladının görməməsi üçün atdığı addımlar bəzən uğursuz olur. İkinci əsas səbəb gözləntilərin fərqli olmasıdır. İnsanlar evliliyə girərkən qarşı tərəfin zamanla dəyişəcəyini düşünür. Bu dəyişiklik baş verməyəndə məyusluq yaranır. Əslində isə hər kəs evlilikdən nə gözlədiyini əvvəlcədən açıq deməlidir. Maddi məsuliyyət, ailə rolu, azadlıq, övlad mövzusu kimi məsələlər əvvəlcədən müzakirə olunmalıdır. Qarşısını almağın yolu real gözləntilər qurmaq və o özü başa düşər düşüncəsindən imtina etməkdir. Hörmətsizlik və dəyərsizləşdirmə boşanmanın çox yayılmış səbəbidir. Bu, adətən böyük təhqirlərlə yox, kiçik davranışlarla başlayır. Sözünü kəsmək, lağa qoymaq, müqayisə etmək, diqqətsiz olmaq. İnsan özünü dəyərsiz hiss etməyə başlayır. Qarşısını almaq üçün hörmət əsas qayda olmalıdır. Mübahisə zamanı belə alçaldıcı sözlərdən istifadə edilməməli, tənqid davranışa yönəlməli, şəxsiyyətə yox. Dördüncü səbəb emosional yaxınlığın itirilməsidir. Zamanla insanlar fiziki olaraq birlikdə olsa da emosional olaraq uzaqlaşırlar. Paylaşım azalır, maraq itir, birlikdə vaxt keçirmək dayanır. Qarşısını almaq üçün münasibətə vaxt ayrılmalıdır. Birlikdə söhbət, birlikdə fəaliyyət, sadə diqqət və maraq bu yaxınlığı qoruyur. Evlilik öz-özünə davam etmir, üzərində işlənməlidir. Maddi problemlər və məsuliyyət bölgüsünün düzgün olmaması da boşanmaya aparır. Pul mövzusu bir tərəfin üzərinə çox yük düşəndə və ya şəffaflıq olmayanda ciddi gərginlik yaradır. Qarşısını almaq üçün maliyyə məsələləri açıq şəkildə danışılmalı, gəlir-gidir planı birlikdə qurulmalıdır. Hər iki tərəf məsuliyyət daşıdığını hiss etməlidir. Xəyanət boşanmanın səbəblərindən biridir, amma çox vaxt nəticədir. Emosional və ya fiziki xəyanət adətən münasibətdə artıq boşluq yarananda baş verir. Qarşısını almaq üçün münasibətdə emosional ehtiyaclar qarşılanmalı, problem yarandıqda üçüncü şəxslərə yox, bir-birinə yönəlmək lazımdır. Son olaraq, şəxsi inkişafın dayanması da vacib səbəblərdəndir. Tərəflərdən biri inkişaf edir, digəri yerində qalırsa, arada uçurum yaranır. Qarşısını almaq üçün hər iki tərəf bir-birinin inkişafını dəstəkləməli, dəyişimi təhlükə kimi yox, birlikdə böyümə kimi görməlidir. Boşanma adətən birdən-birə baş vermir. O, illərlə yığılan laqeydliyin, danışılmayan problemlərin və vaxtında görülməyən tədbirlərin nəticəsidir. Boşanmanın qarşısını almaq ilk növbədə ünsiyyəti sistemli hala salmaqla mümkündür. Danışmaq yalnız problem olanda yox, problem olmadan da edilməlidir. Həftədə ən azı bir dəfə telefon, televiziya olmadan üz-üzə söhbət edilməlidir. Bu söhbətlərdə məqsəd günün necə keçdiyini soruşmaq yox, insanın nə hiss etdiyini anlamaqdır. Mən belə hiss edirəm cümlələri istifadə olunmalıdır, ittiham dili yox. Problemi danışmaq onu böyütmür, əksinə vaxtında nəzarət altına alır. Gözləntilərin aydınlaşdırılması və vaxtaşırı yenilənməsi vacibdir. İnsanlar zamanla dəyişir, ona görə də evliliyin əvvəlində danışılan qaydalar illər sonra işləməyə bilər. Maddi məsələlər, ailə içində rol bölgüsü, valideynlərlə məsafə, şəxsi vaxt, övlad mövzusu açıq şəkildə danışılmalıdır. Hər iki tərəf bilməlidir ki, qarşı tərəf ondan nə gözləyir və özü nə verə bilər. Açıq danışılmayan gözləntilər mütləq məyusluq yaradır. Hörmətin qorunması evliliyin əsas dayağıdır və bu, yalnız böyük qərarlarda yox, gündəlik davranışlarda özünü göstərir. Mübahisə zamanı səs qaldırmaq, təhqir etmək, keçmiş səhvləri üzə vurmaq qadağan olunmalıdır. Tənqid ediləndə şəxsiyyətə yox, konkret davranışa yönəlmək lazımdır.
Hər iki tərəf bilməlidir ki, bu münasibətdə alçaldılmayacaq və dəyərsiz hiss etməyəcək. Emosional yaxınlığın qorunması üçün münasibətə vaxt və enerji ayrılmalıdır. İnsanlar evlilikdən sonra münasibətin öz-özünə davam edəcəyini düşünür, amma bu yanlışdır. Birlikdə vaxt keçirmək planlanmalıdır. Söhbət, gəzinti, ortaq fəaliyyətlər. Fiziki yaxınlıq da laqeyd yanaşılmamalıdır, çünki bu emosional bağın bir hissəsidir. Tərəflər bir-birinin həyatında maraqlı qalmalıdır. Maliyyə məsələlərində şəffaflıq və ədalətli bölgü təmin edilməlidir. Gəlir, xərclər, borclar gizlədilməməlidir. Pul mövzusu tabu olmamalıdır. Bir tərəf hər şeyi daşıyır, digəri kənarda qalırsa, bu mütləq gərginlik yaradar. Büdcə birlikdə planlanmalı, maliyyə məsuliyyəti paylaşılmalıdır. Şəxsi sərhədlər qorunmalıdır. Evlilik fərdi həyatın bitməsi demək deyil. Hər iki tərəfin özünə aid vaxtı, maraqları, dostları olmalıdır. Tam nəzarət, qısqanclıq və azadlığın məhdudlaşdırılması münasibəti zədələyir. Sağlam evlilik iki müstəqil insanın birlikdə qalma qərarıdır, birinin digərini boğması yox. Xəyanətin qarşısını almağın ən real yolu nəzarət yox, əlaqəni gücləndirməkdir. Telefon yoxlamaq, şübhə etmək problemi həll etmir. Əsas olan emosional ehtiyacların münasibətin içində qarşılanmasıdır. İnsan evdə eşidildiyini, dəyər verildiyini hiss edəndə kənarda axtarışa çıxmır. Çətin mərhələlərdə peşəkar dəstək almaq zəiflik deyil. Psixoloq və ya ailə məsləhətçisi münasibəti xilas edə bilər, amma çoxları buna gec müraciət edir. Problemlər dərinləşmədən əvvəl kənar dəstək almaq boşanmanın qarşısını alan ən təsirli yollardan biridir. Ən vacib məsələ isə məsuliyyəti yalnız qarşı tərəfdə axtarmamaqdır. Hər kəs əvvəlcə öz davranışına baxmalıdır. O dəyişməlidir, yox, mən nəyi fərqli edə bilərəm sualı verilməlidir. Evlilik iki nəfərin birgə məsuliyyətidir və yalnız bir tərəfin səyi ilə davam edə bilməz. Boşanmanın qarşısını almaq mümkün olmayan hallar da var, amma çoxu vaxtında edilən düzgün addımlarla önlənə bilər. Əsas şərt problemləri gizlətməmək, üzərinə getmək və münasibəti canlı saxlamaqdır. Video xoşunuza gəldisə abunə olmağı, fikirlərinizi bizimlə bölüşməyi unutmayın.